Salam uşaqlar, bugünkü dərsimiz ismi yəlik halıdır. İsmi yəlik halı testlərdə qarşımıza the possessive case, genitive case, case of nouns şəklində çıxır. Hər üçü ismi yəlik halını bizdən istəyir. İsmi yəlik halı şəkilçisi Azərbaycan dilində nədir? In, un, ün. İngilis dilində biz in, un, ünü apostrof s ilə yazırıq. Məsələn, yazıram qızın kitabı. Qız, the girl. In, un, ün yazmaq üçün apostrof s artıracağım. Kitab, book. Oldu nə? Qızın kitabı. Daha sonra yazıram oğlanın topu. Oğlan nədir? The boy. In, un, ün yazmaq üçün apostrof s. Ball. Oğlanın topu. Əgər isim təkdədirsə nə artırdıq? Apostrof s artırdıq. İsim cəmdə olanda isə sadəcə apostrof artırıram. Məsələn, indi yazıram. Qızların kitabları. Qızlar ingiliscə nədir? The girls. Oldu. The girls. Qızlar. Qızların yazmaq üçün sadəcə apostrof artırıram. Kitab. Books. Oğlanların topu yazaq indi. Oğlanlar nədir? The boys. Oldu oğlanlar. Oğlanların boys, apostrof, top, ball. Oğlanların topu. Demək, isim təkdə olanda apostrof s, isim cəmdə olanda sadəcə apostrof artırılır. Əgər kökündən dəyişərək cəmlənən isimlərin yəlik halını düzəldiriksə, bu zaman isim təkdə də olsa, cəmdə də olsa fərq etmir. Yalnızca apostrof s artırıq. Məsələn, yazıram. Kişinin maşını, kişilərin maşını, maşınları. Baxıram, təkdə də olsa, cəmdə də olsa fərq etmir. Hər ikisində apostrof s artırılır. Çünki man sözü cəmlənəndə mans olmur. Ona görə s apostrofla düzəldilmir, kökündən dəyişir. Və yaxud da ki, mens deyə yəlik olmur, səhvdir. Əgər testlərdə bu cür qarşımıza çıxarsa, birinci bu variantlara çıxırıq, çünki səhvdir. Kökündən dəyişərək cəmlənən isimlər təkdə də olsa, cəmdə də olsa mütləq apostrof s ilə düzəlir. Başqa bir nümunəyə baxaq. Məsələn, child's room. Uşağın otağı. Uşaqların otağı. Children's room. Child cəmlənəndə children olur. Ona görə tək də olsa, cəmdə olsa apostrof s artırılır. Testdə bu cür qarşımıza çıxsa səhvdir. Children's apostrof s artırılsa səhvdir. Heç vaxt bu sözlər kökündən dəyişərək cəmlənən sözlər s apostrofla düzəlmir. Tək də olsa, cəmdə olsa apostrof s ilə düzəlir yəlikləri. Bu belə. Və yaxud da ki, woman yaza bilərik. Qadının çantası. Woman's bag. Qadının çantası. Women bags. Qadınların çantaları. Testdə bu cür qarşımıza çıxsa, bu variantı birinci silirik. Çünki heç vaxt s apostrofla düzəldilmir. Baxırıq başqa bir nümunəyə. Kate and John house.
Kate and John's houses. Əgər bir əşya iki şəxsə aiddirsə, yəni ortaqdırsa, axırıncı kimin adını çəkirəmsə, apostrof S ona artırılır və isim təkdə olur. Yox, hərəsinin özünün ayrı-ayrılıqda əşyası varsa, yəni Kate'in ayrı evi, John'un ayrı evi, bu zaman hərəsində ayrı-ayrılıqda apostrof S artırılır və isim cəmdə olur. Çünki artıq burada bir dənə evdən yox, 2 və daha artıq evdən söhbət gedir. Əşya ortaq olduqda axırıncı apostrof S artırılır, isim təkdə olur. Hərəsinin ayrı-ayrı əşyası olduqda hər şəxsə ayrı-ayrılıqda apostrof S artırılır, isim cəmdə olur. Burada mazi də yaza bilərik. Valideynlər ortaq ola bilər. Ailə üzvləri ortaq ola bilər. Ana, ata, bacı, qardaş, hər biri ortaq ola bilər. Məsələn, Kate ilə John'a bacı, qardaş kimi baxsaq, ikisinin ortaq bir anası ola bilər. Və yaxud da ki, ayrı-ayrı şəxslər olub, ayrı-ayrı valideynləri ola bilər. Kate and John finger. Bədən üzvləri heç vaxt ortaq olmur. Ona görə bədən üzvlərindən əgər söhbət gedirsə, mütləq hər ikisində apostrof S artırılmalıdır və sayılan isimdirsə mütləq cəmdə olmalıdır. Kate and John fingers yaza bilmərik. Bu variant səhvdir. Bu cür yazsaq demək ki, ortaqdır. Bədən üzvləri heç vaxt ortaq olmur. Mütləq hərəsində ayrı-ayrılıqda apostrof S olmalıdır və sayılan isimdirsə mütləq cəmlənməlidir, cəmdə olmalıdır. Baxırıq başqa bir nümunəyə. Məsələn, deyirəm ki, Mr. Mrs. Miss D. Brown, D. Aliyevs, Mr. Mrs. Miss kimi sözlərdən sonra soyadlar işlədilir uşaqlar. İnsan adları yox, soyadlar gəlir. Və Mr. Mrs. Miss deyəndə demək ki, ailədəki hər hansı bir kişidən və yaxud da ki, qadından bir nəfərdən söhbət gedir. Ona görə yerliyi apostrof S ilə düzəlir. Məsələn, car, Mr. Brown's car, Mrs. Brown's car, ailədəki hər hansı bir xanımın, məsələn, maşınını deyirəm. O zaman apostrof S ilə düzəlir. Ancaq D artiklından sonra soyad mütləq cəmlənməlidir. Bu zaman ailədəki hər kəs nəzərdə tutulur. Məsələn, ailədə 3 nəfər, 5 nəfər varsa, 3-dən 5-dən də söhbət gedir. Ona görə D artiklı gələndə soyadlar mütləq cəmdə olur və bu zaman yiyəliyi təkcə apostrofla düzəlir. Təkcə apostrofla düzəlir. Yenə deyirəm, Mr. Mrs. Miss kimi sözlərdən sonra soyad gəlir və bu zaman yiyəlik apostrof S ilə düzəlir. Bir nəfərdən söhbət gedir. Yox, əgər D artiklından sonra soyad gəlirsə, mütləq cəmlənməlidir və yiyəliyi təkcə apostrofla düzəlməlidir. Bu zaman bütün ailə nəzərdə tutulur. Bu artikl mövzusunda keçilmişdi. Artikl mövzusuna diqqət yetirsək, görərik ki, D artiklı soyadın qarşısında gələndə bütün ailə nəzərdə tutulur. Davam edirik. Cansızların yiyəliyi ofla düzəlir. Of da yenə ın, in, un, ün deməkdir. Məsələn, deyirəm ki, otağın pəncərəsi. Bu zaman arxadan əvvələ doğru tərcümə olunur. Birinci gəlir pəncərə sözü. Və oflu birləşmələri də ingilis dilindən Azərbaycan dilinə tərcümə edəndə
arxadan əvvələ doğru tərcümə edirik. Yenə otağın pəncərəsi və yaxud da kitabın səhifəsi deyirəm. Birinci səhifə sözü gələcəkdir. Page of the book. Yenə. Kitabın, arxadan əvvələ kitabın səhifəsi. Arxadan əvvələ doğru bu birləşmələri tərcümə edirik. Bütün cansızların yerliyi ofla mı düzəlir? Tək varlıqların, zaman, məsafə bildirən sözlərin yerliyi apostrof S ilə düzəlir. Məsələn, the sun tək varlıqdır. Rays, günəşin, rays, şüalar. Rays sözü istisna sayıla bilən isimdir, sayılır. Və tək varlıqlar heç vaxt sans sonra apostrof olmur, səhvdir. Çünki bunlardan bir dənədir. Biz artikel mövzusunda yenə keçmişik ki, tək varlıqların qarşısında mütləq D artikeli işlədilir. Günəşdir, aydır, yer kürəsidir, dünyadır. Bunlar tək varlıqlardır və qabağında mütləq D artikeli işlədilir. The moon, light. Ayın işığı. Heç vaxt moons sonra apostrof olmaz. Yenə səhvdir çünki cəmdənmir. Daha sonra yaza bilərəm zaman bildirən a day's rest. Bir günlük istirahət. Və zaman bildirən sözlər cəmlənir. Qarşısında say işlədəndə cəmlədir. 2 days rest yaza bilərəm. Və yaxud da ki, quantify-a gələ bilər. A few days rest şəklində yaza bilərəm. Və yaxud da ki, yaza bilərəm a week holiday. Bir həftəlik bayram, tətil. Yenə say işlədib, say gələndə bu sözlər cəmlənəcək, sonra apostrof artırılacaq, bu şəkildə olur. Ancaq 3 dənə zaman bildirən sözü, üçünü yadda saxlayırıq uşaqlar. Today, yesterday, tomorrow. Bu sözlərin yerliyi həmişə apostrof S ilə düzəlir. Heç vaxt today's apostrof şəklində olmur. Yesterday's apostrof, tomorrow apostrof şəklində olmur. Həmişə apostrof S olmalıdır. Əgər testlərdə bu cür qarşımıza çıxarsa, birinci bunları silirik, həmin variantları çıxırıq. Çünki bu üç söz hər zaman apostrof S ilə düzəlir. Daha sonra tekstdə yazılan isimlər var idi ki, məsələn, mother, in-law. Bu sözlər cəmlənəndə X ilə yazılan sözlər. Əsas hissə cəmlənirdi. Mother's in-law şəklində olurdu. Deməli, buna görə də yerlik həmişə sonda apostrof S şəklində olacaq. İsim təkdə də olsa, cəmdə də olsa apostrof S şəklində olacaq. Çünki cəmlənəndə bura loves cəmlənmir, mother sözü cəmlənir. Ona görə yerliyi tək də olsa, cəmdə olsa apostrof S şəklində olur. Cəmlənəndə sol, yerlik sağa artırılır. Bəs apostrof S həmişə yerlik kimi olur uşaqlar? Xeyr. Apostrof S mütləq və mütləq ismə qoşulmalıdır və mütləq ondan sonra isim gəlməlidir. Əgər apostrof S-dən sonra very, just, already, hamısını yazmıram bura, already, evə, nevə kimi sözlər gələrsə, bunlar yerlik olmur. Apostrof S-dən sonra article gələrsə, yerlik